Bugün sizlərdən modullu ifadələrin toplanmasına baxacağıq. Birinci modulda 6 minus kökdə 5 üstə gəlsin. Digər modulumuzda isə 1 minus kökdə 5 verilmişdir. İndi modulların müsbət və yaxud da mənfi açılmağına fikir verək. 6 minus kökdə 5-də 6 kök altında 36-dır və kök altında 36 kök ehtiyat 5-dən böyük olduğuna görə və onları çıxanda müsbət rəqəm verər. Birinci modul müsbətdir. Digər modula baxaq. 1 minus kökdə 5. 1 kök altında 1-ə bərabərdir. Kök altında 1-dən kök altında 5-i müqayisə eləsək, kök altında 1 təbii ki, kök altında 5-dən balacadır. Ona görə onları çıxsa, modulun altı mənfi olar. İndi bu modulları açanda müsbət yazdığımız olduğum kim açılır? Mənfi yazdığımız yerləri dəyişərək açılır. 6 minus kökdə 5 üstə gəlinsin, kökdə 5 minus 1 kimi açılır. Səbəb isə modulun altından mənfi çıxmaz. Ona görə rəqəmlərin yerini dəyişdirdik. Bərabərdir. Kökdə 5-lər islah olur. Altdan da 1 çıxsa 5.